Salamlar, kanalıma devamınız xoş gəldiniz. Mən Əsim. Bugün yenidən yeni bir video ilə qarşınızdayım. Uzun müddət ki, belə bir video çəkmək istirdim. Necə bir video deyə soruşacağız. Oturum kameranın qabağında ancaq ağzıma gələni danışım, siz də qulaq asasınız. Yəni, böyük ehtimalla bu videoda çox da belə kat olmayacaq. O səbəbdən də çayımızı, kahvemizi, suyumuzu, nə amma yeməyimizi, nəyimizi götürürsünüzsə götürün. Keçin, təxminən 15 dəqiqə, 10 dəqiqə də ola bilər, yəni 5 dəqiqə də ola bilər. Danışaq. Bu, yəni. Nədən başlayım, necə başlayım, qram bir fikrim yoxdur. O səbəbdən də paputu girirəm söhbətə. Səsimi naşnikin mikrofonu ilə qeyd edirəm. Çünki öz mikrofonumla qeyd eləsəm, Allah bilir, bəzi yerlərdə o mənim səsimi 0 desibelə salacaq, bəzi yerlərdə də partlatacaq. Yəni videonu zay eləməyim o mikrofondan. Bu da nə dərəcə yaxşı sesimi qeyd eləyəcək bilmirəm, amma ən azından eləyəcək də, başa düşdünüz. Deməli, keçən günlərin birində oturmuşdum, mənə bir mail gəldi YouTube-dan ki, bəs sizin hesabınız partnerlik proqramına qoşulmağın ilk şərtini tamamlayıb. Yəni 1000 abunə olsa çoxdan tamamlamışdım və 4000 saatı da tamamlamışammış. Məsələ burdan mənim bir şey qazanmağım deyil, daha belə keçmişə, yəni 1 il bundan əvvələ gedək. 1 il əvvəl mən bu YouTube-a, ümumiyyətlə də sosial mediaya başlayanda deyim, pul qazanmaq üçün başladım. Dedim ki, video çəkim və izlənsin, mən buradan pul qazanım. Yəni tək ağlımda olan niyyət o idi. Və bu belə mentalla təxmini olaraq 2 həftə və yaxud da 3 həftə, o maksimum 1 ayda ilərlədim, davam elədim. Və videolarım qəşəng izləndi. Yalan danışmayaq da, bayağı bir yaxşı izləndim. Buraxılış imtahanına hazırlaşıram gün neçəsə falan. Yəni həmin ərəfələrdə, yəni o videolar böyük ehtimalla 90% uzun qabağına çıxıbdı. Yəni olan məs ki çıxmasın. Yəni ən azından nağdı bu qar videosu çıxıb qabağımıza. Çox qəşəng belə tuzurdum. Prosta içimdə o həvəs yox idi. Yəni başa düşdünüz? Tamam, uşaq vaxtı, yəni təxminən 10 yaşım olandan mən YouTube-la falan məşğul olmaq istəyirəm və hətta məşğul olmuşam da. Bir ara mənim bir çizgi film kanalım var idi və mən orada videoları türkcə çəkirdim və o kanalda da qəşəng bir hype tutuzdurmuşdum. Türk kütləsinin qabağına çıxırdım ki, nə video atırdım, yəni uzun videolardan söhbət gedir. Minimum 2000-3000 izlənirdi. Təsəvvür eləyin, qəşəng işıqların biri cici. Təsəvvür eləyin ki, türklərdə çizgi filmin videolarını çəkən böyük kanallarla mən bir növ partnerlik eləyirdim. Yəni onlarla birgə videolar və s. hazırlayırdıq. Bizə saniyə. Ən azından bu işığı yandırım, çox belə qaranlıq olmasın. Ən axırında insanlar var idi, yəni türklərdə, onlarla bir yerdə videolar və s. hazırlayırdıq. Sonra nə etdim mən? Bir növ necə deyim, türklər demiş, hırsıma belə yeni düşdüm və dedim ki, yəni insanlar məni tanısınlar. Yəni mənim kanalım, tamam, mənim sadəcə sesimi eşidirlər də. Mənim özümü tanısınlar və mən kanalı keçirdim Azərbaycan dilinə. Yəni tamamilə səhv bir addım idi. Türk kütləsinin qabağına olsa düşmüşəm. Mən niyə təzə Azərbaycan kütləsinə qayıdım axı? Yəni o keçiddən sonra mən indiyənə kimi yığdığım bütün abunəni itirəcəkdim də. Yəni aktiv izləyici olmayacaqdı artıq, passivə keçəcəkdi. Tamam, abunəlikdə saxlaya bilərlər, amma yəni videolarımı izləməyəcəkdilər. Nəsə bir video çəkdim ki, bəs salam əleykum, əleykum salam, Azərbaycanlıyam və bundan sonra kanalda, yəni bu tipdə videolar gəlməyəcək. Kanalı mən gündəlik belə vloqlara çevirirəm və o vaxtdan bu yana mən yəni vloqlarla falan əlləşmişəm. Yəni vloq çəkmək xoşuma gəlib mənim. Nəsə o kanalı mən batırdım. Yəni o kanal izlənmədi. Məndə tamam həvəsim öldü. Təzədən yəni çizgi film, həmin o çizgi filmə qaytarmağa çalışdım, amma bacarmadım. Yəni itirmişdim itirəcəyimi də. Sonra başqa bir kanal açdım. Burada artıq öz videolarımı çəkirdim və bir yerdən sonra videolarım izlənirdi. Və bayağı bir yaxşı irəliləyirdim, amma videolar yəni səviyyəsiz idi, keyfiyyətsiz idi. İndiki videolarım da çox yaxşı demirəm, amma ən azından onlara nəzərən daha yaxşıdılar. Çünki yəni həmin ərəfələrdə onu eləyən 12-13 yaşlı bir uşaq idi. Yəni o cür nə fikirləşin. Nə edit bilirəm, nə video çəkməyi bilirəm, nə işıqlandırma bilirəm, nə dizayn, color grading bilirəm, rəng dizaynı nə idi? Heç nə bilmirəm. Yəni sadəcə videolara kat atmağı bilirəm və araya keçid atmağı bilirəm. Bir də videonun üstünə tekst yaza bilirəm, bu qədər. Başqa bacardığım bir şey yoxdur. Amma buna rəğmən videolarım izlənirdi və yəni insanlardan pis bir şərh də almırdım. Sonra nəsə oldu, mən davam eləmədim və bayağı bir ara verdim. Gəldim 9-cu sinifə. 9-cu sinifdə
mən öz yaşıtlarımı falan görürdüm keşfətdə Reels və sair fırladanda. Dedim ki, yəni sevirəm, eləyərəm bu işi də, yəni niyə eləməyim? Mən də qoyub çəkim videolar və s. Amma bu dəfə yəni yenə özümü çəkəcəydim də, bir şey haqqında kontent yaratmaya dedim. Sadəcə özüm olacaqdım işin mərkəzində. Bir də həmin ərəflərdə, yəni 9-cu sinifdə ağlımda pul var idi sadəcə. Deyirdim ki, mən bu işdən pul qazanacağam. Mən bu işi o cür eləyəcəyəm ki, yəni tez bazar pul qazanmanı açım. Tək belə amalım oydu mənim. Təxmini yəni yenə də maksimum 1 ay işlə əlləşdim. Yəni əzimlə bu arada. Yəni demək olar ki, hər gün video atırdım. Hər gün ata bilməsəm də, yəni 2 gündən bir və sair video atırdım. Videolarım nağdı 100.000 izlənirdi. Yəni təsəvvür eləyin ki, video 100.000 izlənirdi və mən yəni naşükür eləyib deyirdim ki, ay bir video izlənmədi falan da. Yəni təsəvvür eləyin bir ara bir video çəkirdim. Bu kanaldakı ilk uzun videomdur. O videonu paylaşanda, yəni o cür əminəm ki özümdən. Deyirəm ki, bu video yəni minimum 100.000 izlənəcək. 100.000 izlənsə mən bunu ola bilər ki, kanalda saxlamayım da, səhifədə saxlamayım. Bu arada məsələ TikTokdan gedir. Yəni mən TikTokda tutuzdurmuşdum. Instagramda falan yəni danışaram da sırayla gedərik. Mən ilk başda TikTokda tutuzdurdum. Yəni 100.000 falan izlənsə mən bunu saxlamaram böyük ehtimalla səhifədə də. Babat yəni izlənsin görək. Video 100.000 izləndi. 100.000-dən bir damda çox izləndi. 120.000 idi, nə izləndi. Və sadəcə içindəki müsbət şərhlər o videonu kanalda saxlamama yəni bir şey yaratdı, zəmin yaratdı. O video mən səhv eləmirəmsə silməmişəm, saxlamışam, amma sonradan gizliyə atmışam, atmamışam, orasını bilmirəm. Yəni tam yadımda deyil. Nəysə, təxmini olaraq yenə deyirəm, 1 ay mən belə videolar çəkdim, buraxılış imtahanı hazırlaşıram gün neçə, bunu eləyirəm gün neçə və yenə deyirəm, qəşəng izlənirdim, buraxılış imtahanı gəldi, buraxılış imtahanını verdim və mən bitdim. Ondan sonra bir həvəs olmadı video çəkməyə. Çünki mən, yəni sizə də deyirəm, bir şeyi pul üçün eləyirsinizsə, yəni bir müddət gedərsiniz. Ola bilər ki, o bir müddəti də gedə bilməyəsiniz də. Çünki bir şeyi puluna görə eləməyin, sevdiyinizə görə eləyin. İndi nəsə gəlirəm yavaş-yavaş. Mən dayandım, video və sair çəkmədim. Təsəvvür eləyin ki, o boyda yay boyunca, iyun ayı boyunca mən bir dənə də olsun demək olar video atmamışam kanala. İyul ayında səhv eləmirəmsə, yəni bir 2-3 video falan atdım. Avqust ayından sonra mən başladım video paylaşmağa. Necə video paylaşmağa? Yəni nizami olaraq video və sair paylaşmağa başladım və artıq hər 3 platformaya keçmişdim də. YouTube'da okey idi, yəni videolarım normal bir şəkildə izlənirdi. TikTok'da yəni orta babat idim, amma Instagramda bayağı bir yaxşı izlənirdi videolarım. Yəni həmin ərəflərdə mimlər və sair olurdu Azərbaycan trendində də. Yəni o sözləri deyirdim. Üstünə də o sözlə əlaqəli bir yazı yazırdım və videolar izlənirdi. Nəysə, bu cür mən davam elədim videolar və sair paylaşmağa. Məktəb başladı, 10-cu sinifə başladım. Mən yenə videolar çəkirəm nizami bir şəkildə, amma ağlımda olan şeyi bir cürə eləyəmirəm. Yəni mənim məqsədim o idi ki, gündəlik bir dənə uzun, bir dənə qısa vlog çəkim və yəni insanlara bir motivasiya olsun, bir motivasiya mənbəyi olsun. Yəni insanlar mənə baxsın və desin ki, bu nə qəşəng dərs eləyir falan, qoy mən də bunu ilə bir yerdə eləyim də. Yəni məqsədim o idi və bu məqsədimə əsla çata bilmədim. Hansı məqsədimə əsla çata bilmədim? Hər gün video paylaşmaq. Bunu eləyəmədim, heç cürə bacarmadım. Yəni iradəsizlik olar işin içində, disiplinsizlik olar işin içində. Amma bacarmadım, yəni uzun sözün qısası. Amma yəni bəzi insanlara bir şey ola bildi, motivasiya verə bildim ən azından. Bu məni xoşbəxt elədi. Ən azından amalımın bir qismini gerçəkləşdirdim. Nəysə, mən yenə arada bəzi fasilələr verdim, video çəkdim, fasilələr verdim, video çəkdim və 10-cu sinifi bitirməyimə bir 3-4 ay qala, hətta 5 ay qala mən yəni gördüm ki, həyatımda bir boşluq var da video çəkmədiyim ərəfələrdə. Nəsə qəribə hiss elətdirir mənə və başladım videolar çəkməyə və ağlımdan pul qazanma tamam çıxmışdı. Yəni pul qazansam mən tamam yox demərəm təbii ki, amma işin içində yəni pul qazanma təxmini olaraq bir 3-cü, 4-cü planda idi də. Ən əsas məqsədim o idi ki, video çəkim. Yəni video çəkəndə özüm də yəni xoşbəxt olaram azından çoxundan. Yəni maraqlı gəlir bu proseslər mənə. Sonra ikinci planda o idi ki, insanlarda müsbət bir imaj yaradım. Yəni insanlar mənə görəndə o bu şərəfsiz kimdir falan deməsin. Yəni bu uşaq falan məsəl üçün yaxşıdır falan filan. Yəni yaxşı müsbət bir imaj yaratmaq istəyirdim cəmaətdə. Üçüncü olaraq bir insanlara yəni motivasiya olum, insanların dərs eləməsinə və yaxud da məsələ sadəcə dərs də deyil də, bir şeyləri eləməsinə
bir yol olum, bir necə deyim, baxsın həvəslənsin falan oydu. Tamam, yəni 4-cü, 5-ci planda önce pul qazanma var idi. Amma yenirəm də axırlarda idi bu. Nəysə də mən bu cür videolar çəkdim. Bu yay boyunca da yəni çalışdığım qədər aktiv oldum. Nəysə, mənə bir bildiriş gəldi maildən ki, siz bu şərtləri qarşılayırsınız. Gedib yəni pul qazanmanı aça bilərsiniz. Birinci şərti keçdim, indi ikinci şərtdəyəm. Məsələn, AdSense zülmləri ilə əlləşirəm. Yəni qeydiyyatımı eləmişəm, cavabı gözləyirəm. Nə olacaq, nə olmayacaq? Yenə deyirəm, çox da belə böyük bir şey gözləmirəm. Hər gün də girib çək eləmirəm ki, yəni görürsən nə oldu falan. Yəni maildən mesaj gözləyirəm. Və məsələ burada yenə deyirəm, pul qazanmaq deyil. Burada bunu niyə sizə danışıram? Yəni bunu bir iki dəfə falan danışmışam yayınlarda və s. Niyə indi bir də videoda danışıram deyə. Baxın. Mən bu şey eləyəndə əsla bir şeylər bacaracağıma inanmırdım. Yəni 3500 abunəm var hal-hazırda və böyük bir şey deyil bu. Bilirəm. Amma bunu gəlin bir dənə də 10 yaşındakı Asimdən soruşun ki, böyük bir şeydir yoxsa kiçik bir şeydir. Təsəvvürüm 10 yaşım olanda yəni mən maksimum gördüyüm abunə 100 idi. 100 abunə falan. Yəni ondan sonra tamam 12-13 yaşım olanda bu cizgi film kanalı ilə və s. əlləşəndə mənim bir 700-800 abunəm və s. oldu. Amma necə deyim, həmin ərəflərdə abunə sayım çox az idi. Sadəcə hype'ım var idi. Hype'ım biraz yüksək idi. Yəni bu o Asim üçün çox böyük bir şeydir. Amma indiki mən üçün yəni böyük bir şeydirmi, kiçik bir şeydirmi bilmirəm. Çünki hal-hazırda mənim üçün əsas məsələ rəqəm və ədəd deyil. Orada neçə yazılması mənim qram vecimə deyil. Yəni şey deyim, belə bir nümunə verim. 100.000 abunəm olub da 2-3 insana yəni həvəs verməkdənsə 1000 abunəm olsun, amma ən azından 10-15 nəfərə həvəs verim, bir motivasiya olum. Yəni hal-hazırda əsas amalım, yenə deyirəm, mən bir şeylər elədikcə insanlar da mənə baxsın və məni ilə bircə eləsin. Tək belə şey odur, məqsəd odur. Görək, inşallah xeyirlisi yavaş-yavaş hamısı həll olacaq. İndi yenə bu mesaj verməyə çalışıram, necə verəcəyimi də bilmirəm. Yəni kim olaraq mesaj verirəm bilmirəm, amma verirəm. Bir şey eləmək istəyirsinizsə, qorxmayın, çəkinməyin, sadəcə eləyin. Bir şeyi eləməyiniz üçün o şeyi bilməyinizə də ehtiyac yoxdur. Başlayın və yavaş-yavaş yolda onsuz da özünüz pişəcəksiniz. Yəni məsəl üçün dediyim kimi mən o vaxt nə video montajı bilirdim, nə color grading bilirdim, nə işıqlandırma ilə əlaqəli bir şey bilirdim, nə kamera nədir və s. heç nə bilmirdim. Yəni sadəcə telefonda bir dənə bilirdim ki, play düyməsinə basanda video çəkirsən. Yəni təsəvvür edin, qabaq kamera ilə arxa kameranın arasındakı yəni fərqi belə çox cüzi bilirdim də. Prosta bilirdim ki, yəni qabaq kamera keyfiyyətsizdir, arxa kamera nisbətən daha keyfiyyətlidir. Nəysə, yavaş-yavaş yolda işlə məşğul olduqca, proqramları və s. qurtdaladıqca özünüz öyrənəcəksiniz nələrsə. Demirəm hal-hazırda çox yaxşıyam, amma ən azından o vaxtki Asimdən daha yaxşıyam. Və məsələ burada da kimlənsə özünü yarışdırmaqda deyil də, müqayisə eləməkdə deyil. Özünüzü sadəcə dünəndən əvvəlki gününüzlə müqayisə eləyin ki, mən dünənləri buydum, bu günləri nə olmuşam? Bu gün dünənə nisbətən artmışam yoxsa yox? Ağlınızda yəni bu olsun, zehniyyətiniz bu olsun. Gedib deməyin ki, bu daha yaxşıdır, mən niyə bundan yaxşı deyiləm? O təbii ki, yəni bir baxımdan yaxşı bir şeydir, rəqabət yaxşı bir şeydir. İnsanı diri saxlayır, insanı yəni işdən soyutmur, daim daha yaxşısını eləməyə sövq eləyir, amma yəni rəqabət dozunda olmalıdır hər şeydə. Yəni ki, onun artığı paxıllığa girir. Yəni olmayan paxılı bir insan. Yəni sadəcə dünənki halınızla özünüzü müqayisə eləyin və daim özünüzü artırmağa çalışın. Çünki günün sonunda nə o sizə qalacaq, nə bu sizə qalacaq, nə onun işi sizə qalacaq, nə bunun işi sizə qalacaq. Sizə günün sonunda qəşəng, bu da cici oldu. Sizə günün sonunda, yəni sadəcə siz və sizin işləriniz qalacaq və gözləyin işıqları bir dənə başqa işıq qoyun. Bu nə zülmdür, amma belə də qəşəngmiş, o belə soyuq bir ambiyans yarandı burada. Harda qaldığım qram yadımda deyil, o səbəbdən paputu bir yerdən girirəm. Şey deyirdim mən axırıncı, sizə günün sonunda qalan siz və sadəcə sizin işləriniz olacaq. Yəni ki, deməyim odur ki, bir şey eləmək istəyirsinizsə, fikirləşməyin, yəni bugün başlayın. Çünki bir şey eləmək üçün bir şeyləri
eləməyə, yəni başlamaq üçün ən yaxşı gün dünən idi. İkinci ən yaxşı gün də bu gündür. Elə bir söz var. Yəni, bu sözü daim yaddaşınızda saxlayın və bir şey eləmək istəyirsinizsə, fəaliyyətə keçmək üçün ən yaxşı anı gözləməyin. Çünki ən yaxşı an deyilən bir şey yoxdur. Yəni, heç bir zaman mükəmməl olmayacaqsınız. O səbəbdən indiki vəziyyətinizdə başlayın, yavaş-yavaş özünüz puxtələşdirsiniz və bir şey eləyəndə insanlar nə deyər deyə düşünməyin. Yəni, o nə deyər, bu nə deyər, dostlarım nə deyər, qonşularım nə deyər, qohumlarım nə deyər, desinlər. Come on da, yəni dostum, sənə nə? Qısaca, konkret də, yəni sənə nə? Nə deyirlər, düşünlər. Gördüyünüz işlərdən utanmayın əsla. Yəni özünüzü daim tənqid eləyin. Deyin ki, bu pisdir, bunu yaxşılaşdıra bilərəm. Başqalarının tənqidinə də qulaq asın. Yəni məsəl üçün sizin görə bilmədiyiniz şeyi onlar görəcəklər. Yəni mənim işim mənə daha pürüzsüz görsənəcək. Amma başqasına daha belə qüsurlu görsənəcək. O dediyi qüsurlara qulaq asın. Görün bu insan düzmü deyir? Düz deyirsə oturun o şeyi, pürüzü aradan qaldırmağa çalışın. Biri sizi pisləyirsə, bilin ki, eləyə bilmədiyi şeyləri siz eləyirsiniz deyə pisləyir. Yəni səbəbdən insanlar nə deyər deyə deməyin, düşünməyin. Çünki günün sonunda başınızı yastığa qayanda o insanların heç biri olmur. Sadəcə siz olursunuz. Yəni 8 milyarddan biri siz almışsınız. Yəni başqa da bir şey yoxdur. Danışacağım, deyəcəyim. Prosta yəni bunları demək istəyirdim. Bəlkə bir şey eləmək istəyirsinizsə bu video sizə bir həvəs olar. İlk addımı atmağınıza bir şərait yaradar. Bir də elə bunu deyim, videonu qutarım. Soyuq suya gec girməyiniz suyu istiləşdirməyəcək. O səbəbdən də tez bir şəkildə o soyuq suya girin ki, öyrəşəsiniz o suya. Məsələdir mavzum. Əzizə yaxşı baxın. Gələn videolarda görüşənə qədər.